Əziz dostlar, mən böyük qürur və şərəf hissi ilə bugün Azərbaycan elminin və tibb sahəsinin dünya şöhrətli insanlarından biri Profesör Yaşar İbadova təmsilçisi olduğum Türkiye Cumhuriyeti'nin Ankara şəhərində fəaliyyət göstərən Türk Dünyası Araştırmaları Beynəlxalq Elmlər Akademiyasının Türk dünyasında bilim ve barış elçisi beynəlxalq mükafatını değerli alimimize təqdim etməkdən bir daha qeyd edirəm ki, böyük qürur və şərəf duyuram. Türk dünyasının elm və sülh səfiri beynəlxalq mükafatı, beynəlxalq fəxri adı çox sayğın, seçkin insanlara təqdim olunur və yenə də böyük qürur və şərəf hissi ilə bildirmək istəyirəm ki, hörmətli professor Yaşar İbadov Azərbaycanda bu fəxri titula, bu fəxri ada layiq görülən ilk ziyalımızdır. İcazənizlə mən bu fəxri adın diplomun böyük məmnuniyyətlə sahibinə təqdim edirəm. Çox sağ olun, təşəkkür edirəm. Eyni zamanda Türk Dünyası Araştırmaları Beynəlxalq Elmlər Akademiyasının 5 Mart 2026 yıl tarixli qərarı ilə hörmətli professorumuz Profesör Yaşar İbadov Türk Dünyası Araştırmaları Beynəlxalq Elmlər Akademiyasının Türk Dünyası tıbb elmine, tıbb bilimine üstün hizmetlerinden dolayı Böyük Turan ordeni ile de təltif olunmuştur. Önce ben ordenin diplomunu təqdim edeyim. İcazənizlə həmin ordeni böyük məmnuniyyətlə çox dəyərli Profesör Yaşar müəllimin yaxasından asaq və bir daha mən akademiyamızın rəhbərliyi adından, elmi şura üzvləri adından və Azərbaycan təmsilçisi olaraq öz adımdan hər iki ali mükafat münasibəti ilə çox dəyərli Yaşar müəllimi ürəkdən təbrik edirəm və Türk dünyası elmi adına, Türk dünyası səhiyyəsi adına onun daha böyük uğurlar, daha böyük müvəffəqiyyətlər, nailiyyətlər qazanacağına inanırıq və ona bu yolda daha böyük başarılar diləyirəm. Təşəkkür edirəm Elçin müəllim. Sağ olun. Çox sağ olun. Verdiyiniz dəyərə görə, göstərdiyiniz etimada görə sizə və sizin başçılığınız altında olan bütün qrup nümayəndələrinizə, rəhbərliyinizə, Türk Dünyası Uluslararası Akademiyanın nümayəndəliyinə dərin təşəkkürümü bildirirəm. Belə yüksək dəyərə görə mən özümü xoşbəxt hiss edirəm. Onu da deyim ki, mən Elçin müəllimi çox uzun illərdir tanıyıram. Onun elmi fəaliyyəti, yaradıcılığı bizim həmişə gözümüzün qarşısında cərəyan edib. O bizim Azərbaycanın fəxr elədiyi alimlərimizdən də biridir. Onun çox sahəli bir fəaliyyət dairəsi vardır və eyni zamanda ictimai fəaliyyətdə də özünə məxsus bir dəyər almış bir Azərbaycanlı şəxsiyyət olaraq dünya miqyasında Azərbaycan xalqını, alimlərimizi, elmimizi təmsil eləyir, nümayiş elətdirir və eyni zamanda Azərbaycan alimlərini dünyada tanıtdırmaq istiqamətində də özünə məxsus bir rol oynayır.
Ona görə bu dediklərimizə görə Elçin müəllim, mən də sizə təşəkkür edirəm. Sağ olun. Mən də təşəkkürümü, minnətdarlığımı rəhbərliyinizə Sağ olun. Çox Sağ sağ olun. olun. Salam Elçin müəllim, xoş gördük. Salam. Bugün biz bayram ərəfəsində gözəl bir görüşdəyik. Yaşar İbadova siz hörmətli professorumuza, akademikimizi təltif elədiniz. Bununla bağlı sizə təşəkkür edirik. Sağ olun. Çox gözəl. Sual vermək istəyirdim. Siz Yaşar İbadovu neçə ildir tanıyırsınız, necə tanıyırsınız? Xahiş edirik Yaşar müəllimin şəxsiyyətindən bağlı, elmimizə verdiyi töhfələrlə bağlı sizin fikirlərinizi alaq. Çox sağ olun İradə xanım. Təşəkkür edirəm və mən də fürsətdən istifadə edərək çox dəyərli akademikimiz Yaşar İbadovu və onun timsalında bütün xalqımızı, bütün dəyərli insanlarımızı həm Ramazan bayramı, həm də Novruz bayramı münasibəti ilə ürəkdən təbrik edirəm. Mənim professor Yaşar İbadovla tanışlığımın, doğmalığımın, dostluğumun, qardaşlığımın 26 ilə yaxın bir tarixi var. Bu bir insan ömrü üçün çox böyük zaman məsafəsidir. Və mən Yaşar müəllimi tanıdığım, gördüyüm ilk andan bu günə qədər millətimizin çox dəyərli bir ziyalısı, çox dəyərli bir alimi və vətəndaşı olaraq onunla fəxr eləmişəm, qürur duymuşam. Çox adi bir həqiqətdir ki, hər bir millətin varoluşu onun sayı ilə, nüfuzu ilə ölçülür. Dünyada elə millətlər var ki, milyardlarla sayları var. Elə millətlər var, 100 milyonlarladır. Bizim də şükür yarım milyarda yaxın Türk olaraq 60 milyondan çox Azərbaycanlı olaraq tarixə verdiyimiz çox böyük şəxsiyyətlər var. Çox böyük ziyalılar var və mənə görə millətin o statistik sayının çox olması ilə yanaşı, Allah o sayları öz millətimiz, öz xalqımız üçün deyirəm özəlliklə, daha çox eləsin. Bu bizim qürurumuzdur. Sayımız nə qədər çox olursa, o qədər qüdrətli oluruq, o qədər basılmaz oluruq. Amma bu fiziki sayın, statistik sayın yanı sıra mənə görə millətləri millət eləyən və dünya millətləri içərisində onları daha nüfuzlu eləyən, daha tanıdan, çox az sayda olan nadir şəxsiyyətləridir. Böyük hərflərlə yazılacaq şəxsiyyətləridir. Bu şəxsiyyətlər siyasətdə də ola bilər, idmanda da ola bilər, mədəniyyətdə də ola bilər, ədəbiyyatda da ola bilər, elmdə də olar, təhsildə də olar, tibbdə də olar, ayrı-ayrı sahələrdə ola bilər. Bunun mənə görə fərqi yoxdur. Hansı sahə olursa olsun, yetər ki millətin dünya çapında, dünya miqyasında ali şəxsiyyətlər siyasına keçən və milləti mövcud malik olduğu sahənin liderlərinə çevirmək. Bax, mən bəlkə də bu uzun bir təqdimat oldu. Amma 26 ildir tanıdığım, çox ali səviyyədə dəyər verdiyim, sayğı göstərdiyim, sevdiyim əziz qardaşımız, akademik, professor Yaşar İbadov mənə görə Türk millətinin, Azərbaycan xalqının belə nadir şəxsiyyətlərindən biridir. Və çox maraqlıdır ki, Yaşar İbadov
deyərdim ki, çox gənc yaşlarından belə nadir şəxsiyyətlər sırasına öz adını əbədi olaraq həkk elədi. Öz elmi ilə, öz istedadı ilə, öz bacarığı ilə. Və xatırlayıram ki, o zamanlar 2000-ci illərin başlarında mənim demək rəhbəri olduğum Vektor Beynəlxalq Elmlər Akademiyası, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Təhsil Nazirliyi ilə birlikdə Azərbaycanın görkəmli ziyalıları adlı ensiklopedik kitab hazırlayırdıq. Layihə rəhbəri məni təyin eləmişdilər və mən Yaşar müəllimi o layihə çərçivəsində tanıdım. O zaman çox heyrət elədim, diqqətimi çəkən bir məqam oldu ki, həmin kitabda bizim belə yaşlı ixtiyar çağlarında akademiklərimiz, akademiyanın müxbir üzvləri, akademiyanın həqiqi üzvləri, elmlər doktorları, bizim böyük elm xadimlərimiz, sənət xadimlərimiz, müxtəlif sahənin görkəmli insanları həmin akademiyanın elmi şurasının qərarı ilə, rəyasət heyətinin qərarı ilə ora daxil olmuşdular. Və həmin insanların içərisində ən gənc yaşda olanı Yaşar Sadayoğlu İbadoğlu idi. Mən çox diqqətimi çəkdi, baxdım Yaşar müəllimin bioqrafiyasına. O bioqrafiyada bir cümləyə rast gələndə mənim bu heyrətim, yəni bu çaşqınlığım öz cavabını tapmış oldu. Və onun hələ gənc yaşlarında bioqrafiyasına keçən Yaşar İbadov dünya alternatif psixologiya elminin banisidir, yaradıcısıdır ifadəsindən sonra mən onu həqiqətən bir unikal, nadir şəxsiyyət olaraq onu kəşf elədim. Belə çox səmimi bir qısqanclıqla ona pərəstiş elədim. Yəni biz yaşıdıq aşağı yuxarı. Və mən çox qürur duydum ki, Azərbaycanlı bir alim dünyada yeni bir elm sahəsi yaradıb. Yeni bir elm, özdə bütün insanlığı qapsayan, bütün insanlığa xidmət edən və insanlığın varoluşu müddətində dünya insanlığına xidmət edəcək bir elmin banisi olubdur, bir elmin fundamentin qoyubdur. Və o zaman mən elə Yaşar müəllimlə yaxından tanış oldum. Yaşar müəllimlə elə ilk tanışlıqdan da çox böyük dostluğumuz yarandı. Və mən müşahidə etdim ki, bu dünyada bütün elmlərə, bütün yeniliklərə aiddir. O zaman istəyir Azərbaycanın görkəmli alimləri, istəyir o zaman özdə böyük bir alternativ psixologiya laboratoriyasını qurdu Yaşar müəllim. Azərbaycan Təhsil Nazirliyinin Təhsil Nazirliyinin Elmi Tədqiqat Təhsil İnstitutunun nəzdində, bu da bizim təhsilimizin, elmimizin çox flaqman, elə indi də elədir, Təhsil Problemləri İnstitutu. Bu çox flaqman bir elmi tədqiqat institutu olubdur. Və Yaşar müəllim orada böyük bir laboratoriya qurdu və o laboratoriyada apardığı tədqiqatlarla həm öz milli alimlərimizə bu yeniliyi böyük fədakarlıqla, mən o zaman xatırlayırdım, yəni yeniliyi ispat eləmək, onu həmin sahəyə belə oturtmaq, necə deyərlər, yəni bu çox asan məsələ deyil. Və o zaman Yaşar müəllim
həm öz milli alimlərimizə, öz tədqiqatçılarımıza və dünya alimlərinə bu yeni elm sahəsinin, alternativ psixologiyanın nə qədər faydalı olmasın, nə qədər insan psixologiyasının araşdırılmasında, tədqiqində, onun demək, nə qədər əhəmiyyətli olmasını dünya qapsamında, dünya səviyyəsində isbat elədi. Və təxminən elə, belə deyək ki, yenə mən bu gözlərimin qabağında olub, elə ona görə statistik deyirəm, yaxın bir 3 il, 5 il müddətinə artıq bütün dünya Yaşar İbadovun banisi olduğu, yaradıcısı olduğu alternatif psixologiya psixologiya elminin yeni bir erası olaraq, yeni bir mərhələsi olaraq və əbədi davamlı bir erası, mərhələsi olaraq qəbul elədilər və Yaşar müəllimin alim xoşbəxtliyi günəşi bununla doğmağa başladı. Mən şahidiyəm, dünyanın fərqli ölkələrinin, Avropa ölkələri, bizim SNG ölkələri, böyük dövlətlərin akademiyaları, mən o qədər çoxdur ki, yəni belə adlarını çəkib vaxt almaq istəmirəm, ümumi halda böyük ölkələrin dünyaca nüfuzlu akademiyaları Yaşar müəllimi dəvət elədilər. Yaşar müəllimi həmin akademiyaların fəxri professoru seçdilər. Həmin akademiyaların həqiqi üzvlüyünə seçdilər. O akademiyaların çox nüfuzlu, mən dəfələrlə belə onu təbrik eləyəndə, bunlar mətbuatda gedirdi, biraz dost zarafatı ilə, ərki ilə deyirdim, qardaş, Allah üzünə eləsin, bu krallara verilən ordenləri Azərbaycana da gətirmişsən. Yəni, həqiqətən çox ali, çox nüfuzlu ordenləri, medalları, mükafatları, fəxri adları həmin alternativ psixologiyanın şöhrət zirvəsi olaraq Yaşar müəllim, hörmətli akademikimiz Azərbaycana gətirdi və bununla Azərbaycan insanının, Azərbaycan aliminin, Azərbaycan həkiminin, Azərbaycan vətəndaşının hansı bəşəri potensiallara, hansı bəşəri qüdrətə malik olmasını bir daha sübutladı. Və talih elə gətirdi ki, Yaşar müəllimlə bu dostluğumuzun, qardaşlığımızın növbəti bir qızıl səhifəsi 2004-cü ilin yanvarında bizim eyni zamanda müqəddəs həcc ziyarətində bərabər olmağımız oldu. Biz bu müqəddəs ziyarəti Yaşar müəllimlə qol-qola, çiyin-çiyinə, ürək-ürəyə, qardaşcasına biz bu müqəddəs ziyarəti başa vurduq və səmimi etiraf eləyirəm ki, bu ziyarəti, yəni hər bir insanın, hər bir müsəlmanın, hər bir inanclı insanın ürəyində həcc ziyarəti arzusu, onu gerçəkləşdirmək, yəni onun ölənəcən yaddaşlarından silinməyən o xatirələri mənim üçün 2 qat müqəddəs ziyarət oldu, 2 qat sevinç yaşadım, 2 qat o ziyarətin qeyri-adiliyin, dadın, ləzzətin, onun möcüzələrin mən 2 qat yaşamış oldum. Çox adi bir, yenə də alternativ psixologiyanın qüdrətin, Yaşar İbadovun, akademik Yaşar İbadovun qüdrətin mən bərabər Tur dağına qalxarkən Peyğəmbərimiz tərəfindən Quran-ı Şərifin nazil olduğu mağaraya, hörümçəklərin məşhur tor qurduğu o mağaraya gedərkən çox qeyri-adi bir olayın şahidi oldum, yaşadım və Yaşar İbadovun alternativ psixologiya elminin, öz yaratdığı elmin, öz banisi olduğu elmin
belə deyək, bir qeyri-adi seansı ilə mən dünyaya yenidən gəldim və daha fərqli bir ampulada dünyaya gəldim. Biz yanaşı demək, mən qalxırdım və Yaşar müəllim də bizim ardımızca, onların ekibi bizim ardımızca gəlirdi. Və çox maraqlıdır, bu həcc ziyarətində qeyri-adi yaşantılar çox olur. Və mən də o zaman təxminən 39 belə yaşımda, yəni gənc yaşlarımda fiziki və idmançı olaraq çox fiziki rahat dağı qalxırdım. Yəni ora bilənlər bilir, biraz çox sərt yoxuşdu və mən çox rahat, yoxuşun sərt olmağına baxmayaraq çox rahat qalxırdım və anidən mən sanki belə hərəkətim dayandı, yəni addım ata bilmədim və belə mən ona huşumu itirdim demərəm, sanki çox beyaz bir bulut belə okeanına düşdüm. Bəmbəyaz bir bulut okeanına düşdüm. Və təbii ki, sonra bunlar bura qədər, bildiyim bura qədərdi. Sonra mən gözüm açanda Yaşar müəllimi başımın üstündə gördüm. Məni bir qayaya oturdubdular, söykədibdilər. Və Yaşar müəllimi gözümü açanda o seansı icra eləyərkən gördüm və elə çox qısa bir zamanda bütün, yəni az öncə dediyim kimi, sanki dünyaya yeni gəldim. Yəni belə özüm o anda hiss elədim ki, nə bilim, yəni bütün ruhum, bütün şuurum, bütün düşüncəm, bütün təfəkkürüm, hətta o fiziki, belə biraz da deyim, o idmançı cəhdliyimə belə, yəni bir fiziki, demək, möcüzə baş vermişdi. Yəni bunun bir adı var. Bir o fiziki cəhdliyimə belə cəhdlik əlavə olunmuşdu. Və aradan 22 il keçib və bu 22 ildə mən öncə yaşadığım 39 ildən son bu 24 il yaşadığım dönəm ki var, hədsiz dərəcədə psixoloji olaraq, yəni fərqli bir insan ömrü yaşamaqdayam. Etiraf edeyim ki, bu ömür mənim üçün daha verimli, daha məhsuldar, yəni çox şeydə həyatımın demək olar ki, hər anında, hər nüansında mən Yaşar müəllimin mənə bəxş elədiyi, bunu mən birbaşa deyilən, dırnaq arasında da demirəm, mənə bəxş elədiyi o ömrün fərqli bir ömür, xoşbəxt bir ömür, çox məhsuldar bir ömür olmanın mutluluğun, xoşbəxtliyin yaşayıram. Yaşar müəllim haqqında mənim deyəcəyim sözlər çoxdur, amma bir-iki nüansı da özəlliklə qeyd eləmək istəyirəm ki, onun hələ çox gənc yaşlarda nə qədər böyük şöhrətə, mənsəbə, Azərbaycan ziyalıları arasında öncül yerə malik olduğunu ispat eləmək üçün mən düz 20 il bundan öncə ilin ziyalısı 2025-ci ilin yekunlarına görə 2006-cı ildə yenə mənim müəllifliyimlə ilin ziyalısı Vektor Beynəlxalq Elmlər Akademiyasının layihəsi, beynəlxalq layihəsi olaraq ilin ziyalısı deməli kitabını çap elədik. Burada çox az sayda ziyalı həmin 2025-ci ilin, 5-ci ilin yekunlarına görə, 2005-ci ilin yekunlarına görə 4 nəfər ölkəmizin məşhur ziyalılarının
İndi bunlardan Allah ruhlarını şad eləsin, dünyasını dəyişənlər var. Aradan 21 il keçib. O listədə, o siyahıda Yaşar Sadayoğlu İbadovun da adı var. Və bu kitabın onların hərəsi haqqında bir 50 səhifəlik reportajlar, oçerklər hazırlanıb, bu kitabda toplu halında çap olunmuşdu. Mən böyük məmnuniyyətlə o siyahını sizin diqqətinizə çatdırmaq istəyirəm. Əliyev Əli Musoğlu, bu şöhrət ordenli Azvirt, deməli, Almanya-Azərbaycan şirkətinin qurucusu və sahibi, Azərbaycanın bizim Heydər Əliyev adına hava alanından tutmuş, aeroportumuzdan tutmuş, çox ölkəmizin bütün məşhur körpülərini, yollarını inşa eləyən, onların demək salınmasına rəhbərlik eləyən elmlər doktoru, professor, nəhəng kalifey bir alim idi. Paşayev Arif Mirzəlaloğlu, bizim çox böyük akademikimiz, elmimizin, millətimizin ağsaqqalı, Azərbaycan Milli Aviasiya Akademiyasının rektoru, hörmətli akademikimiz, Allah uzun ömür versin. Xudiyev Nizami Manafoğlu, bu da elmlər doktoru, filologiya elmlər doktoru, professor, Azərbaycan Dövlət Pedaqoji İnstitutunun uzun illər rektor işləmiş, o dönəm isə Azərbaycan Milli Televiziyasının sədri idi və parlamentin millət vəkili idi. Nəhayət, İbadov Yaşar Sadayoğlu o zaman alternatif psixologiya elmini dünyaya bəxş eləyən gənc bir alim, gənc bir professor da, bax, adım tarixə bu kalifey Azərbaycan ziyalılarının sırasına yazmış oldu. Növbəti qürur duyduğum, yəni Yaşar müəllim haqqında o deməsək olmaz. Mən bunu həmişə xüsusi fəxrlə deyirəm. Yaşar müəllim, yəni Azərbaycanın, dünyanın çox görkəmli bir tarixi şəxsiyyəti olması ilə yanaşı, sağlığında klassikləşməsi ilə yanaşı, yaratdığı elm sahəsi ilə. Yaşar İbadov həm də mənim 2001-ci ildən təmsilçisi olduğum Ankara'da fəaliyyət göstərən Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının ən şərəfli akademiklərindən, həqiqi üzvlərindən biridir. Mən bunu biraz belə pafosla, bunu belə çox böyük sevgi və qürur hissi ilə deyirəm ki, 20 ildən çoxdur ki, o akademiyanın, mən təmsilçi olaraq gözlərimin şahidiyəm, o akademiyanın ilk hansı təltifi olursa, Türk dünyasının, bizim bu 8 müstəqil ölkələr, 26-dan çox özək cümhuriyyətlərin görkəmli insanları içərisində akademiyanın prezidentləri, elmi şurası o təltifi birinci Yaşar müəllimə təqdim olunmasını önərirlər, məsləhət bilirlər. Başqa ölkələrə, məsələn, Türk dünyasının özünün o çoxsaylı təltifləri, fəxri adları, orden medalları ilə yanaşı, Türk Dünyası Akademiyası, Avropa Akademiyasının həqiqi üzvü seçilməyə bir nəfər təqdim edilibsə ilk, o Yaşar İbadov olubdur. Həmin akademiyanın akademiki seçilibdir. Məsələn, Birləşmiş Millətlər Təşkilatının UNCOPA təşkilatı var idi. Onun, sonra BMT-yə birləşdi, onun Hipokrat ordeni ilk təqdim olunan Yaşar İbadov olubdur. Fərqli-fərqli, yəni mən yenə o siyah o qədər çoxdur ki, sayıb zamanınızı almıram. Yəni bu filmin gedişində bilirəm ki, onlar ayrı-ayrılıqda işıqlandırılıbdır. Və bunları mən bir Azərbaycan ziyalısı olaraq gözüm önündə gedən bu proseslərdə təsəvvür edin ki, mən Azərbaycanlı olmanın nə qədər böyük qürurun yaşamışam. Və söhbətimin əvvəlində dediyim bir
məsələni diqqətinizə çatdırmaq istəyirəm ki, bizim möhtərəm prezidentimizin çox məşhur mənim üçün atasözünə çevrilmiş bir ifadəsi var. Ən böyük kapital insan kapitalıdır. Mənə görə akademik, professor Yaşar İbadov Azərbaycan xalqının, Azərbaycan dövlətinin, bizim Türk millətimizin indiki zaman və gələcək zamanlar üçün ən böyük kapitallarından biridir. Mən əziz dostuma uzun ömür, can sağlığı və daha böyük nailiyyətlər, uğurlar arzulayıram. İnanıram ki, o hələ indən sonra yaşayacağı o uzun 10 illiklərdə bizə bu ali qürurları çox-çox yaşadacaqdır. Elçin müəllim, maraqlı müsahibə üçün, ətraflı söhbət üçün sizə dərin təşəkkür edirik. Çox sağ olun, var olun. Sağ olun. Hörmətli izləyicilər, Milli TV-ni izləməkdə davam edin.